Salam dostlar. Mən bugün car parking oynayıram və ikinci hissədir. Gördüyünüz kimi mənim təzə maşınlarım da var. O Mercedes idi. Honda, Cadillac, Nissan. Sonra yenə Honda gəlir. Hudson Hornet oxşayır, həqiqət deyirəm. McQueen oxşamır. McQueen o müəlliminə Hudson Hornet. Bu da bir dənə şey, Hellcat bir dənə motorumuz var. 198 kilogramlıq. Və yəni göşək səsi. O belə Amerikanların maşını oraya eləyir. Bunda da Formula 1 maşını var. Güzəllik var. Hə. Və burada bir dənə Terralord da var. Bunda Amerikan motorludur. Səsi bilməm, gəlir, gəlmir. Mən özüm səssiz videoya baxanda gəlir də səsi. Hə. Demək. İndi mən birinci Mercedesin maksimum sürətini göstərəcəm. Mexanikadır bu da. Mən nəcəbsə bütün maşınlar mexanikadır. Hamısı maşınlarım demək olar ki. Hansı belə sürətli maşınlar istəyirəmsə mexanikadır. Bilməm səs gəlmir. Video səsləndə qutandan sonra bir dənə buna baxın, driftin azalma. Karıqasını yapalım. Birinci, ikinci, beşinci, ay qabağı dəydi. Təzdən atdıq, bir də getdik. İndi şeyin sürətini göstərim. Hudson Hornet. Qranlar siz nə yazmasıram? Fabulous Hudson Hornet. O əsl Hudson Hornet kimi. Və indi bunun da maksimal sürətinə baxın. 200. Qalanını da demirəm görəsiniz. Burada təkərlərin çox təkərlər dəyiş. Təkərlərin bütün komplekti 100 minədir. Mən də 90 sürümlər. 100 min olmamalıdır. Ucuz olmalıdır ama sürəndə əsas edir. Çok da sürür. Mücadele orada uzaktan başlayalım. Hem uzaktan başlayalım. O kadar büyük vakti olabilsin. Bundan sonra motorda sürüp tutacağım. Bundan sonra geleceği uzun giden yolu Afrod'dan ondan sonra geleceği ünlü Zehra'ya geleceği sonra geleceği gördüğünüz gibi ben de onu biz de böyle bunda yaşıyoruz. Geri günlerini aşağılara, yukarılara, sonra geldik. Yukarıda asfalt yer var bizde. Çıkardık. Oradan ben ısrar şey bekliyorum. Şey kaldırmacı olmuş.
ayda. Buradan o şey var. Bu da drift vura durur. Ona görə mən şey eləyəcəm. Başqa maşını seçəcəm. Və qaraja qayıtdım. Burada gedirəm seçməyə. Şey seçməyə. O Terralorda seçim ucuza gedək yolumuza. Videonun yarısını getdik. Düzü şey tapmışam. Baxın, buradan düz garajın içindən çıxmalıyıq. Baxın. Gördünüz? Garajın içindən çıxdım. Hayda, açıl da səndə. Mən videonun başlanğıcında belə o şeyi qoydum. Mən bir dənə çəkib etmişəm, mən şəkillər bilir. O videonu düzəldə bilmirəm. Cümlə gözdən polisdir. Rokum var idi, onun gözdən polisdir. Sonra, bütün şəkillər yükləmişəm də. Cloud, nə bilim, Grok. Şimdi hamısını yükləmişəm, hamısı polisdir. Öncədən heç biri nə böyle düzəldəməmişəm. Şimdi belə suyun incəkdən zaten biraz başa çıxsa və yazar. Şəkillər sonra göndərərəm. İndi başlayalım. Yox, indi yuxarı qalxıb daxil sürəcəyik. Mənə o fotoğrafı bu da pis getmir. 216. 3 tonlu. Mənə də görüm. Mən təzəm. Burada bir şey yapmışım. Videoda səsi gəlsə yaxşı olar. Buradan təzən belə düşürək. Bu qəşəng istirik. Burada. Siz ne oldu? Ben sürekli görürüm bu dağın üstüne. Mesela çıktım daşın üstüne orada ilişki. Dalağa qabağa. Eləyirəm, şuraya basıram. Orada yola qayıtmıram. Aparır, durur ora. Təzdən bura çıxıram, təzdən orada ilişki. Təzdən orada çıxıram, təzdən ilişki. Axırda zorla keçdim. İndi məncə təzdən qarajı qayıdacağım. Bunu demirdim ha mən bir yax. Sabah deyir ya. Getdik. Mesela mən bu xoşuma gəldi ki bu şeydir. Bu avtomat. Gedirəm. Bu ne olacaq? Burada değil. Bir tane drift vurmayacağım. Hayda. Burada bəzi maşınlar göstərəcəm. Burada bir tane maşın var. Gaz verə bilir. Gözüm nə olan göstərəcəm. Burada özdə 14. Əgər bu 7 gün ərzində 100-dən çox baxış eləməsə də
Challenge olsun da elə. Əgər elə olsa, mən 14-cü gün o maşını mənə hədiyyə olunanda, ona girəndə, indi mən sizə görə girəcəm də, əgər orada 14 yığılsa, nə də o 14-ün 100 günə qədər 100 baxış yığılsa, mən orada bir dənə video paylaşacağım onunla bağlı, o maşınla. Yığılsa da, yığılmasa baxaram da. Heç olmasa biraz çox olsa. Bu maşını mən nə qədər vaxt qazanmalıyım? Bunu bir anla baxam. Neyse baxıram. Nə tərbiyyədir? İnsan gitarla yarışır. Təsəvvür edin, 2 gözü motordur, 2 gözü düzgün motoru var, çünki ondan da 998 kilogramdır. Siz nə dedir? Burada çaşıb kameranı həll eləmişəm. Mən də deyirəm, bu niyə belədir? 3500 dollar pul verir. Və indi bu maşını göstərməliyəm mən deyəsən. Bir dənə görünüşə baxanda. Toyota. Mən cəhmək istəyirəm, var ya, Toyota, Yaris. Amma bu oyunda olmuşdur. Görək, deyəmir ki, drive edeyim. Biraz etkinlik Kompüterim var ya. O heç normal oyunlar belə açanlar. Heç telefon əlaqəsində yoluna qoşmuşam. Telefondan qoşmuşum deyə. Baxın, gedirəm o Cadillac'ın yanına. Səsi gəlir, bilmirəm. Bu mənim ən birinci maşındır. Baxın, nə qəşəng gəlmiş. Baxın, bilmirəm səsi gəlir, gəlmir, amma gəlsin sıxışlara. Gəlmirsə deyim. Deyib, axırı biraz deyib, alova. Amma çox soğusanır. Təsəvvür edin, o maşını heç bununla qazanamamışım. Aslında bu da düzdür. Bunun motoru 580 atlıdır. Yaxşı ki, mən dediyim GZ 800 atlıdır. 580 olsa da 2 ton kiloqramdır. 2 ton, yəni 2000. Ona görə deyim, o maşını getmir. Getmir, itəliyəsin. Bu Nissan'ımdır. Bilmirəm, satım satmayayım. Bundan çox gücləndirməliyəm, amma ağır olur deyə demək olar ki, getmir. Bu maşını seçəcəm yenə. Ayda, o mənzərəyə geçsəm, sizinlə maraqlıdır. Yox, məncə buradan tez çıxacam. Təzdən o birsə maşını qayıdacam. Bu deyə durub deyə. Bir dəfə yazdım, bəsdir. Məncə buradan getməyəcəm. Hə. İndi gəlirəm. O böyük cipi götürüb gelirik qumlu yollarla. Son gelirik səhraya. Ondan sonra da adi yolda biraz gedib video qutarır. Baxın. Başladıq. Çıxmayın. Əgər buraya gedəcəyim, sizə like atıb abunə olun. Görün neçə nəfər buraya qədər çatıbdır. Getdik. Gözüm ben. Bir her şeyin maraqlı deyil. Baxdım sizə maraqlı. Özümə demişdim ki, bu video çəkmək gözələcəm. Onu bilmirəm, maraqlı oldu. Ha, buradan gedəcəm. Orada qabaqda. Altı maşınlardan 55 götürürsə, məndən 75. Özümüzə pul da saxlayın, söyləyəm.
2 gün sayılırlar da. Gedirəm mən. Düşdüm. Axırda podyoma təzə taxmalı oldum da. Girəm. Velosiped dəmirdəndir. Nə burada velosipeddir. Ağırdır, getmirdi. Axırda zorla nə də o ip taxdıq. İp cırıldı. Ondan sonra bir dənə şnur taxdıq. Tranikin şnuruna. Təpəsi ilə nə də o şeyini taxma yeri cırıq idi, yox idi da. Onu bağladıq. Axırda zorla gəldik da. Çatanın düz qapının yanına cırıldı. Dedim ki, deyəsən biraz uzun yol geçsəydik da cırılıb yola qalasın. Təzən oyunu qayıdaq da, oyunu da gedir. Mən də off-road yolunu oturamıyorum. Aslında bu oyunda həqiqətən hər şey eləmək lazımdır. Maşının süzəliqəsinə baxmaq lazımdır, təkərləri dəyişmək lazımdır, yağı dəyişmək lazımdır, amortizatorları dəyişmək lazımdır. Mən də dağıdıram ya. Sonra pul ödəməyəm. Mən əslində bura qədər gəlməmişim, amma indi daha deyirəm. Videonun şeydən da seçirəm. Burada bir baxın. 6. Bura baxın. Çox şeydir, 6 alıb. Təsəvvürünü mənə düz yola qoyubdu. Mən də çaşıb tərsinə eləyib yolu yarısını qaydacam. Baxın. Evrim tərsinə qoyubdu, orada getmək deyilmiş. Baxın. Qayıram. Sonra baxaq. Gedir. Aslında bu adamı nə bilim sizə maraqlıdır. Mən də ona maraqlıdır. Bəzən ikinci də çünkü bir sene içine kalacak. Bakın bakın. Sıram ne? Asfaltı geçseydi. Ben de baxıram görüm harda qutarır. Harda başlayır yol, harda qutarır. Gelib bura düşür. Dəhşət. Görürsən bu yollarda tutaracaq, özünüzünü də yapmaz. Nə? Mən deyəsən amortizatorlarını kontrol edirəm. Nə tərk edirəm? Bir dəfə də olsa da çox düşmüşüm. Bir dəfə yox da. 200 dəfə düşmüşüm. Elə getməklə. O şeylə oxşadı mı? O belə rallidə girləri, belə sürətli avrotasada girləri. Ondan oxşadı. Qabaqda Hudson Hornet'ə oxşadı. Yox, bu videoda yoxdur. Mən özüm oynayanda o Hudson'ı seçmişdim. Gedirdim, qabağıma maşın çıxdı və robotlardan burada riski çıxır, riski olur. Hayır, asfaltı çatdıq bizdə. Gedirəm. Bir də görüm qabağımda eski robotlardan, maşınlardan çıxdı, özləri geri, öz başına. Bir də görüm eski qabağıma ondan çıxdı. Bir dənə nə də o şeylə deyim, drift vurdum. Böyür məsəl getdim. Bilməm, siz baxmışsınız, baxmamışsınız. Mən baxana bir dənə şey var idi, video. Hələ çox şey var, orada deyirdi. Ay, mən hələ çox şey, baxın deyil. Siz biləsi halda nətər şeyi qutardınız, oynamağı qutardınız. O da belə hazırlanıqda bunu girək. Mən qutardım. Mənə çox şey bacarırdım. Amma göstərməyə icazə qoymadım. Mən də beləsi. Maşın çox şey gəlir. Mən
Get saxla saxla. Baxın. Orada qatar yolu görüb qatar yolu var. Orada generlə mənə pul da verəcək qabaqda. Baxın. Adamlar deyirlər ki, eləsi bunun kimi asfalt yol var. Deyir qatar yolunda sənə nə işin var? Keçərlər mənə yapacaq. Suram ya. Hiç bilmedim burada şey. Suram. Güzel görünüyor. Güzel 160. Şu. Hadi. Burandı. 15. Durduğum yerde yanıldı. Orada sürekli yapar. Yol kaydı. Şu yüzden yapılanı kapatır. O da kaktüs. Yırttık. Orada sürekli bir şey var. Ben sürekli 200 mesela 200 tut. 200 getirsen sana pul verir. Bakın. Ben de onu görüp bunu yarsın kalbimle bakma takıyordu. Dördüncü telefonu var. Saxladım. Pul qazla qaydırdım. Buradan da. Onu gördüğümde bakın. Gedirəm onun yarsın. Gözləyirəm ki 180'den çıxsın. Çünki orada da 20'ye qalanını eləsəm. Burada şey alacaq da. 145, 150, 160, 170, 180 tutacaq. Stop. Dönüb qaydırım. Tekerler de mən daha birazdan burada tekerlerle olacaq. Şuna kadar drift vurdum mən bir videoda. 150, 150, 170, 180, 190 değil orada da. 200'e geçir. 210 bin. Allah. Diğer benimle şeyli böyle yarpaklı yol çıkacağım. Ondan sonra biraz gelip birleşmişəm öz maşından ki dağa çıxdı. Dağa. Gördüm ki çıxamaram çox düşdü. Qayıdıram. Uy. Para uy. Все. Burada tutulacaq da video qurtaracaq. Tunel. Gedir. O pulu orada yaşır. Fikir vermədim. Neyse. Başka vaxt gəlib baxarıq. Neyse, çoxdaydım. Daha videoda çox çəkildi. Neyse, biraz gedək çıxanda daha qurtararıq. Biraz da sürüm yaxşı qurtararıq. Oy. Bir buranı deyirdim, Hudson Hornet kimi qabandan atar döndüyüm maşın çıxanda. Burada da elə dönmək istedim ama. Və məncə də video qurtarsın çünki çox sürdü, çox getdi. Daha bəs. Qoyaq burada yüklənsin.
açıldı. Və sağ olun. 7 gündən sonra görüşərik. Ümid edirəm ki, 100 baxış yığarsınız. Sağ olun. Sağ-salamat qalın. Görüşərik. Özünüzdən müğayət olun. Sağ olun. Görüşərik. Sağ olun.